Bugün sizlərə Atropatena hökmdarlarının qısaca necə yadda saxlamaq lazımdır, onu izah edəcəm. Atropat ilk hökmdarları olub və dövləti eradan əvvəl 321-ci ildə yaradıb. Dövlət də onun adı ilə Atropatena adlandırılıb. Sonra gələk ikinci hökmdarlarına. Artabazan. Artabazanı hecalara ayıranda 4 heca olur və Selevkilər dövləti ilə mübarizə aparır. 223-cü ildə eradan əvvəl Selevkilərdən asılı vəziyyətə düşür. Artabazanın adında da 4 heca var. Selevkilər dövlətində hecalara ayıranda 4 heca olur. Bunu da belə yadda saxlayırıq. Üçüncü hökmdar Artabaz. Bunu da hecalara ayıranda adında 3 heca olur. Və bunun dövründə 3 dənə döyüş baş verir. Eradan əvvəl 53-cü il Karla döyüşü, eradan əvvəl 38-ci il indi dərsliklərdə, kitablarda çıxarılıb Hindar və yaxud da Kindar döyüşü və eradan əvvəl 36-cı il Fraspa döyüşü. Və bu hökmdarın adının sonuna diqqət etsəniz 2 samit yanaşı gəlir. Z və D hərfləri və bu da onu göstərir ki, ikili siyasət aparan hökmdar olub, həm Parfiya ilə, həm Roma ilə yaxınlıq əlaqəsi qurmuşdur. Dördüncü hökmdarı Ariobarzasan. Digər hökmdarlardan fərqli olaraq bu hökmdarın adında 2 R hərfi var və Romada 10 il yaşayıb, Oktavian Avqust onu himayə edib, hətta ermənilərin idarəsini də Ariobarzana tapşırmışdı. Ən rahat və ən sonuncu hökmdar Ariovasdır. Ariovastın adında S hərfi var. Bu da onu göstərir ki, S və sonuncu hökmdar olmuşdur. Atropatena hökmdarlarla bağlı qısaca məlumat bu qədər idi. MİQ və sertifikasiya abituriyentlərə uğurlar arzu edirəm.